Hər bir insan əlində internet şəbəkəsi tam olaraq açıqdır. İndi hətta insanlar o qədər tənbəldilər ki, heç nəsə girib Google platformasında nəsə yazıb axtarış etmək istəmir. ChatGPT var, hamı yükləyib, hamı girib ChatGPT-yə suallar verir və cavablar alır. Sadəcə bunun deyilişi hansı formada olmalı? DNA deyilişi bu ingiliscədir. Bütün beynəlxalq formada bu istifadə olunmuş bir şeydir. Ruslar DNK deyil ona. Bizdə isə DNT-dir. DNT şəklində gedir orada. Yəni bunu istifadə edirsən, əgər Azərbaycanca danışırsansa, Azərbaycan dilindən istifadə edirsənsə və öz fikir Azərbaycanca izah eləmək istəsənsə, bəli, deməlisən ki, bax biz DNT analiz keçdik, falan nəticə əldə elədik belə. DNT. İngilis yazsansa DNA deməlisən də. Yəni o kislota sözü Azərbaycanda turşudur. Ruslar kislataya görə deyir. Biz turşuya görə deyirik. Orada da ingilislərdə o A-la başlayır. Yəni ona görə o şəkildə bölünür. Yəni burada belə bir Ruscada DNK. Yəni bu qeyri-adi bir böyük bir şey deyil. Yəni bu savadda ayət yoxdur. İnsan danışanda necə istəyir onu istifadə edə bilər də. Yəni aydındır ki, söhbət nədən gedir? DNT, DNK, DNA aydındır ki, hansı mövzudan gedir. Bəli, amma bizim mövzumuz, bizim araşdırmalarımız bu sırf DNA üzərində deyil, yəni DNT üzərində deyil. Bu DNT-dən aid balaca bir hissə ki var, biz ondan faydalanırıq da. Yəni bu Y xromosomdur, mitoxondriyalardır, biz o terminlərdən əsas bizə lazım olan hissədən faydalanırıq ki, nəticələr çıxarda bilər. Belə DNT analizlər, DNT özü çox böyük bir elmdir. Yəni biologiya sahəsində, yəni o molekulyar biologiyanın böyük bir sahəsidir. Yəni onu araşdırmaq, orada dərinliklər çoxdur. O bizim sahəmiz də deyil, mən bioloq deyiləm, genetik deyiləm. Yəni bunlar tamamilə ayrı bir istiqamətlərdir. Biz sadəcə genetik tədqiqatçılarıq. Yəni genetik genealogistlər deyirlər bunlara. Genetik genealogiya. Yəni genetik şəcərə əslində müasir şəcərə araşdırmasıdır da belə deyək. O ondan bəri o DNT-nin müəyyən bir istiqaməti, hansı ki istiqamət bizə əcdadlarımız haqqında məlumat verə bilir. Yəni o kökümüz hardandır, hansı miqrasiyalar olublar, hardan köçüb gəliblər, min illərlə harda olublar, bunları bizə verir. Və təbii ki, o DNT-nin içində başqa bir məlumatlar toplamaq olar. Hansı genetik xəstəliklərə sahibik, hansılar biz ötürürük növbəti nəslə, bunları tapmaq olur. Genetik xəstəliklər, bəli. Bəli, ən çox əslində DNT-nin ən çox öyrənilən hissəsi o genetik xəstəliklərdir. Genetik xəstəliklərə meyillilikdir, hansılar var, hansı aktivdir, hansı deaktivdir, hansı xromosomlarda nələr var, problemləri araşdırır, xəstəlikləri. Yəni bu əsasən genetikada bu bioloji olaraq, tibbi olaraq budur istiqaməti. Biz sadəcə bu istiqamətdən özümüzə aid, özümüzə xeyir, yəni tarixi araşdırmaq üçün faydalı bir xətt tapmaq ki, yəni elmi olsun, dəqiq olsun. Çünki tarix ədəbiyyatdır, tarixdir. Bunlar dəqiq olmayan məsələlər burada çoxdur. Yazı pozu olub, yazıblar, hansısa bir məlumat bizə bir formada çatıb, biri başqa şəkildə çatıb. Amma bizə ən dəqiq məlumatı bizə verən dəqiq elmlərdir. Riyazi hesablardır, kimyadır, biologiyadır. Bunlar bizə artıq dəqiq hesablar deyir ki, bax bunlar filan kəslər əmoğludur. Genetik hesablarla, riyazi hesablarla, genetik nəticələrlə bu üst-üstə düşür və təxminən 5 il öncə bunlar qondular. 1000 il öncə bu tayfalarla bu ellər əmoğludular. Bu coğrafiya cəmaatı bir kökdən gəlir falan. Bunun əsasında artıq sən fikir yürüdə bilirsən. Buna interpretasiya deyil. Yəni artıq şərh edə bilirsən ki, sən məsəl üçün hansı topluma aidsən, hansı proseslər baş verib, hansı xəttdən gəliblər. Və nümunələr çox yığıldıqca, belə deyək, artıq fikirlərin də daha da dəqiqləşir, daha da konkret olur, belə deyək də. Konkretləşdirə bilirsən ki, hansı hardan hara gediblər. Yəni DNT analizinin istifadəsi bizim üçün şəcərə olaraq, bizim üçün bu yöndə çox önəmlidir və faydalıdır.